Hamıya salam. Bugün biz sıfırdan məntiq dərslərimizin 12-ci dərsi olan tərəzilər dərsi ilə davam edirik. Tərəzilər dərsi də yenə imtahana çoxlu sayda suallar düşən imtahanlardan birisidir. Ən az bir 2-3 dənə sual bu mövzudan düşür. Hətta belə deyim, bir sual verir. Buna aid 2 və yaxud da 3 dənə sual düşür. Yəni hər imtahanda da buna aid sual var. Hər ildə düşən imtahanlarda buna aid suallar mövcuddur. Tərəzilər məntiqi necə işləyir? Tərəzilər yəni bildiyimiz kimi, yəni tərəzi məntiqi ilə sağ tərəf, sol tərəf bərabər olmalıdır. Əgər taraz verirsə tərəzini, tərəzi tarazdırsa sağ tərəf, sol tərəf bərabərdir. Biz bunu necə edə bilərik? Məsələn, əvəzləməklə və yaxud da tərəf-tərəfə toplamaqla və ya çarpaz toplamaqla. Bu dərsdə isə biz tərəzinin hər növ suallarına və qəbula düşmüş suallara da baxacağıq. Başlayaq birinci sualdan. Birinci sualda bizə verilmiş üçbucaq bərabərdir, məsələn, bu ifadəyə. Biz gəlib buradan üçbucağın yerinə bax, bunu yazsaq, məsələn, yazdıq bir dənə yumru, 2 dənə kvadrat. Buradan kvadratlar getdi mi? Bir yumru nəyə bərabərdir? 2 kvadrata bərabərdir. Bizə də 2 dənə yumru verir. Yazdan burada 2 dənə kvadrat, elə 4 dənə. Cavab B variantı. Bu qədər sadədir. Burada da onun kimi. Əgər 2s 4 dənə z-də bərabərdirsə, 1z ya 2z bərabərdir bir s-ə. Biz buradan 2 dənə z-in yerinə bir dənə s yazsaq, oldu 2s bərabərdir nəyə? Üst dənə n-ə. Versin, cavab B variantı. Əvəzləmə üsulundan tapmaq daha rahat təbii ki. Üçüncüdə, buradan d nəyə bərabərdir? 2 dənə d bərabərdir bir dənə t-yə. Bizə də bax 2 dənə d-nin əvəzinə bir dənə t yazsaq, 2 dənə t bərabərdir 2 dənə o-ya. Və yaxud da biz buradan t-nin birini silib yazsaq ki, 1 t, 1 o, t nəyə bərabərdir? 2 dənə d-yə bərabər idi. Bunu belə yaza bilərik. Bəli, 2 dənə d yaza bilərik. D, d, o. B variantı. Bax, dördüncü suala. Dördüncü sualda artıq əvəzləmə üsuluyla yenə əvəzləyə bilərikmi? Görək baxaq. Bəli, toplayaq, tərəf-tərəfə toplayaq bunu birincə də. Deməli, 1, 2, 3, 4 dənə el. Bax, bunları toplayırsan. Tərəf-tərəfə toplamaq buna deyirlər. Bərabərdir 8 dənə s, 2 dənə elə. Buradan ellər getdi mi? 1y bərabər nəyə? 2s-ə. Baxırıq indi. İndi gətirib əvəzləsək, yerinə qoysaq, nə alınır buradan? Əvəzlikən yerinə qoyaq hələ. Bu elin yerinə yazaq s-ləri. Y, 2 dənə y, 2 dənə y. Alt dənə də s. S bərabər nəyə? Alt dənə, hə, tamam. Bərabərdir nəyə? S, L, elə. Buradan s-lər getdi mi? 2, 4s bərabərdir 2 elə. Oradan belə çıxır ki, 1y, 2s bərabərdir nəyə? Bir dənə elə. Biz buradan indi e-ni yeni yaza bilərik, l-in yeni yaza bilərik. Belə bir şey. Yəni y, s. Buradan belə nəticə gəldi ki, 2 dənə s bərabərdir nəyə? Bir dənə e-yə. Yəni, buradan s-in birini silib, yeni yaza bilərik. Belə bir şey. Bir dəqiqə, y'nin 1y bərabərdir 2s-ə. Hə, burada 4-dən s eləyir. Biz birini sildik, hə, düzdür. Y s eləyir. O da bizdə cavab elə B variantı. 5-ə baxırıq. Burada birinci gəlin bunları əvəzləyək. 2 dənəsi buna bərabərsə, bu da 5 dənə verib. Gəlin 5 dənə 4 dənəsini silək. Yerinə yazaq belə bir şey. Bir dənə ox bu və 2 dənə də bunlardan. 2 dənə, 4 dənə bayraq olur bunda. İki dənə də ay olur. Buradan da bir dənə bu nəyə bərabərdir? 4 dənə oxa bərabərdir. İndi bunu silib. Yerinə yazaq 4 dənə ox. Yuxarı baxan ox. Buradan 4 dənə bayraq tamamdır. Amma burada ay ulduz 4 dənə yuxarı ox nəyə bərabərdir?
bərabərdir. Deməli 2 dənə bayrağa. Çünki bir dənəsi, bax məsələn bunun bir dənəsini götürsək, bu oldu bir dənə bayraq. Bir dənə bu 2 dənə də burada 2 dənə bayraq eləyir. Deməli bizə oldu cavab nə? 6 dənə bayraq. 6 dənə bayraq cavabı da bizdə D variantındadır. Baxaq 6-cı suala. Buradan 2 dənə A, B bərabərdir B, B, C deyə. Buradan A nəyə bərabərdir? B, C deyə. Və yaxud da belə elə bilərik. Bunu heç əvəzləməyə bilərik. Aşağıdan gəlib yaza bilərik. Məsələn, C-də nəyə bərabərdir yazaq? C-də bərabərdir A, B deyə. Məsələn, A, B bərabərdir B, B. C-də yenə yazaq A, B, D. İndi A ilə B getdi. A nəyə bərabərdir? B, B deyə. Deməli, A bərabərdir B, B deyə. B-C nəyə bərabərdir bəs? E, A-ya. Gəlib indi yuxarıdan əvəzləsək onu. A, B bərabərdir. B-C-nin yerinə B, Y, A, D. Buradan indi A, B yenə silindi. Nə qaldı? E-D. E-D bərabərdir A-ya. Bunları sildik. A bərabərdir nəyə? E-D-yə. Bunu belə yazdıq. İndi E-D-nin yerinə götürüb nə yazırıq? A-nı. Bizim oldu A-yı. Gəlib baxın 7-ci suala. 7-ci sualda belə bir link verib tərəzi formasına və tərəzinin sütununu qoyub buradan. Burada isə qollar var. Məsələn, bu 3-cü qoldan asılıb. Biz onda bunu 3 fıraq 3-ünü götürəcəyik. 4, 5. Bu da oldu 5 fıraq 10. İndi baxaq görək bu tərəfdə nə qədər kütlə var? 59 dənə. 59 şəkli məsələn buradadır. Burada isə 1, 2-dən asılıb bu, 2 vurulsun 13. 3-dən asılıb bu, üstə gələk 3x. Bilmir yaxın neçədir. İndi 59 bərabərdir nəyə? 26 üstə gəlsin 3x-ə. Buradan da 3x bərabərdir 33-ə. X bərabərdir 11-ə. C variantında kimi. Sərsin sualı yəni eyni qaydadır. Deməli bu da 1, 2, 3, 4-cü qoldan asılıb. Oldu bu 4C. Bu isə 1, 2, 3-cü qoldan asılıb. Bu da oldu 12. 4C 12 bərabərsə C nəyə bərabərdir? 3-ə. Baxırıq 9-cu suala. İndi burada da yenə 1, 2. Bu oldu 4. Bu da 3-dən asılıb. Bu da 4 daha 4-dən asılıb. Yəni F üstə gəlinsin Z vurulsun 4. Üstə gəlinsin bu 4. Bərabərdir. İndi bunlar 4 nəsərsin cəmi. Bunlar cəmləyirik. Sonra vururuq 3-cüyə. Çünki 3-dən asılıblar. 36 yəni 12 vura 36 üstə gəlsin. 4, 5, 6 vura 6 yenə 36. 7, 8. 8 vura 1, 8. Bu elədir necə? 4 F üstə gəlinsin Z üstə gəlinsin 4 bərabərdir 80-ə. 4 FZ bərabər nəyə? 76-ya. F ilə də Z-in cəmi bərabərdir 19-a. Bizə nə istəyir? F ilə Z-in cəmini istəyir. Bəli, 19. Baxaq 10-cu suala. Daha bir maraqlı sual. Deməli, verib bizə burada 8. Gətirib burada biz hər bir ulduza 8 yazsaq, bu oldu 16. Əgər bu 16-dırsa, deməli burada 16 olur. Burada 4 dənə. Deməli, bunun biri 4 imiş elə. İndi 16, 16, bu oldu 32 elə. Gəldi buradan, bu da 32 bərabərdir. 2 ilə bölünsə 16, 16. Bu gəldi buradan 8, 8 düşəcək buna. 16-dırsa bu da gəlir buradan. 2 ilə bölünür. 8, 8. Bu olacaq necə? 2, 2. Bu da 8-in özüdür. Bizdənsə bundan 4-dən çıxılsın 2 yazıb. 2. Cavabı bizdə düzgün cavabdır. Baxırıq bu suala. 11-ci suala. Bəli, 11-ə baxırıq. İndi deyək ki, bizə Z, C, B-ni tapın. F 12-dir. 12 yazsaq bura. Bura oldu 36. Deməli, burada 36-dırsa. Burada 12 yazsaq. D oldu 24. İndi burada 36-dır. Burada 36-dır. F-ə də 12 yazıq. 36-dan 12 çıxanda qalır 24. 3-ə bölsən qalır 8. İndi A 8-dir. Onda bura nə qaldı? 28. Gəldik bura. Bu oldu 72, 72, 144. Gəldi bura, burada 144. 2-yə bölündü. 72, 72 düşdü hər tərəfə. Bu da 2-yə bölünür. 36, 36 düşəcək. Bu da indi. Elə tapmışıq 8. Da yox 28.
Qaldı 8 8 oldu 4. Buradan da biz aya tapdıq neçəni? Biz buradan aya tapdıq, bayaqlar 8. 8 burada deməli y də 28-dir. Bu da 2 ilə bölünsün 18 18. A bizdə 8 idi, çıxdıq bölü 2 14 də buradaydı. İndi deyək ki bizə z, yəni 4 üstə gəlsin 18, üstə gəlsin 14. Eləncə 36. A variantı. 12-ci suala baxaq. Deməli, deyək ki bizə tərəzilərin vəziyyətini nəzərə alaraq fiqurların qiymətini tapın və verilmiş nömrələrə uyğun artma sırasından düzün. Burada bizə 1-dən 3-ə qədər rəqəmlər verib və A, B, C hərflərini verib. Yəni deyək ki, hansı hərf, hansı rəqəmə uyğundursa, onu da artma sırasında düzələr. Məsələn, 2 dənə A, ikisi nədən? A, B, C-dən. A, B, C zaten məlumdur da, 1, 2, 3-ün cəmi neçə eləyir? 6 eləyir. Burada A, A, B, ikisi A, B, C-dən. Yəni, A, B 7-dir. 7 necə ola bilər bu? 2, 2, 1 və ya 3. 2, 2, 3 ola bilər. Niyə buna 3, 3 deməliyik? Çünki 3 desəydi, bu da 3 olardı onda. Bərabər olardı bunlar. Ona görə biz 3 deyəmirik. Deməli, aya dedik 2, yazaq buradan indi. Aya tapdıq 2, B-yə tapdıq 3, C-yə tapdıq neçə? 1. Deyək ki, bizə nə? Uyğun artma sırasına düzün. Yəni, C, A, B formasına düzməliyik. C necə verir burada? C-nin nömrəsi 3-dür. A-nın nömrəsi 1-dir, B-nin nömrəsi 2-dir. 3, 1, 2 formasını düzməliyik, yəni Y variantı. İndi burada da bayaq ki 3-ə qədər idi, bu 9-a qədər verir. 1-dən 9-a qədər rəqəmlərə uyğun burada fiqurlar var, onların tapın və 3 dənə sual cavablandırın. Bu imtahan da bu formada düşürlər. Bir dənə tərəzi verirlər, 3 dənə də sual verirlər. Hələ bir dənə başqa bir tərəzi verirlər. Bəzən yəni. Burada indi ən çox olanlar burada həmişə ən balacanı deməliyik. Gəlin birinci qıraqdan yazaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bax, məsələn, kvadrat 1 desək, ən azı desək, 7 dənə kvadrat, 7 dənə 1, 7, buna da 2 desək, oldu 9. Deməli, bir dənə biz buna dedik 1, buna dedik 2. Buna dedik 9. Sonra, baxaq indi digərlərinə. Məsələn, buna deyək indi 1, 1, buna deyək 3, 3. Ən balaca düşdük, buna qaldığına 8. İndi biz yumru içərisində ulduza demişik 3, ürək dedik 8. Sonra, gəlib indi burada baxırıq. Buna dedik 2, buna dedik 3, buna bir mərhələni demişik. Buna da qalır. İndi burada da verib bizə 9 bölü nədən? Təbii ki, bunlar 4 olmalıdır artıq. Çünki bir dənə olar qalır. 4-dən. Buna da yazıq 4-ü. Qaldı bizdə 5, 6, 7 bilmədiyimiz. Burada da indi 5-i verib, 3-dən 2-nin cəmi 5 eləyir. Bura biz indi 6 yazsaq, 5, 6, 11 eləyəcək. 7, 5 qaldı bura. Bura daha böyük gəlir. Ona görə bura verənməlik 7, 5-i. Sonra, indi 7-ni bura versək, bura oldu 12, 6, 5-i bura verə bilərik. Bəli, verə bilərik. Bu düz gələcək. 5-i də bura versək, yenə düzgün gəlməyəcək. Oldu ki, bu oldu 7, 6 da ya budur, ya da bunlardır. İkisindən biridir. Üçbucaqlının gülən üzdən birisi 6 və 5-dir. İndi baxırıq, burada deyir ki, ağ üçbucaq simvolunun qiymətini tapın. Ağ üçbucaq 4-dür. Hansılar doğrudur deyir burada da. Baxırıq. Bu 5-in 6-nın cəmi 11, bunların cəmi 1, 2, ürək neçədir bizdə? 8. Bunların cəmi 11, bəli, 1 düzdür. 2-yə baxsaq. 9, 2, 11. Buna tapdıq 4, buna tapdıq 7. Düzüm tapdıq hocam. 4 ilə 7, bəli. Bunların cəmi 11, bu da düzdür. 1, 2 düzdür. 3-ə baxın indi. Ürəklər 8, 8, 16. Bu 1-dir. 5 bucaq neçədir o görək? 5 bucaq da 7 idi. 7, 7, bu derəcə 15. 15-in 6-dan kiçikdir, bərabər deyil. Ona görə 3 səhvdir. Qaldı cavab burada neçə? 1 ilə 2. İndi eyni tipdən 15-17 tip suallarda deyək ki, indi yenə həll eləyin. Buradan baxsaq indi. Biz indi buranı gəlin silək. Eyni şey indi bunlar yazaq.
Burada 1, 2, 3, 4, 5, 6, 7-yə qədər verib. Məsələn, biz buna nə deyə bilərik? Elə bir rəqəm deməli ki, məsələn, bunun cüt olanı, məsələn, 1 desək 1, 1, 2 olacaq, bunu 1 deyənməliyik. Məsələn, 2 desək, 2, 2, 4 eləyək, buna yenə 1, 1 desən, yenə buna 2 deməlisən, eyni olacaq. 3 desən, 3, 3 desən, 6, bunu deyəsən görək, 1, 1, 4 və yaxud da, 1, 1, 4 deyə bilərsən, bəli. Amma ürək 1 deyənməsən, çünki 1 heç nədən böyük deyil. Onda gəl buna deyək, məsələn, 6, 6 desək, 6, 6 desək, bu olacaq 5, 5, 2. 5, 5, 2. Və yaxud da 5, 5 desək, olacaq bu 4, 4, 2. Gəlin buna deyək, 5 deyək buna. 5, 5, bu elədinizsə 4, 4 deyirik, buna da yazaq. 5, ürəyə dedik 4. Onda bu yonca deyəcək 2. Sonra bunu dedik 2. İndi burada da ürək 4'dür, yonca 2'dir. Onda bu nədir? 1'dir təbii ki. Kvadrat. Gəldik. 2, 2, 2, ildə 6. Bu da olacaq 6 onda. Qara kvadrat oldu 6. Burada indi verib bizə 5, 5, 5, 15, kvadrat 1, 16. Bunu bilmirik. Bu da 6'dır. Hansılar qalıb bizdə? Qalıb bizdə 3, 7, 8, 9. Bunları da bilmirik təbii ki. Sonra, yaxşı, biz indi bura desək, buna 3 qoysaq və yaxud da qoyaq 16 idi. 6, 10 fərq var da bizdə elə. Biz bura nəyə qoya bilərik? Məsələn, bizə dəqiqə, bura qoyaq. Bura 7 qoysaq. 23. Bura qoyaq 9 ilə 8'i, bəli. 9 ilə 8'i artıq bura qoya bilir rahatlıqla. Çünki 7 qoyduq belədinsə 23, bu da 23 eləyir. Bərabər oldu mu? Bəli. Onu da gələ belə eləyək. Deməli, buna yazaq 7. Bu oldu 7 təbii ki. Bunların da cəmi ya budur, ya da budur, 5 bucaqlıdır. Bu da ya 5 bucaqlıdır, ya da x içərisində. 3'ə nə qaldı onda? 3'ə yəqin ki bilmədiyimiz bir fiqur var. Yoxdur. Yəqin də olacaq. İndi baxaq görək hələ suala. Deyək ki bizə max bununla minimum fərqini tapın. Max deməli neçə ola bilər? Bu 6'dır da zaten. Maksimum qoysaq 9 olacaq. Bunların cəmi 15. Bu da minimum deyil. Buna görə buna 8 qoyaq, buna qoyaq 6. 2 eləyəcək. Bunların cəmi eləyəcək 17. İndi 17, 19'a baxaq. Burada birində verib 3 dənəsi bərabərdir. 2, 1, baxaq bura. 1 dənəsi 4 dənə bərabərdir. Biz buna indi 1 desək, buna deməliyik, yoxsa buna 4 desək, buna deməliyik 1. Yazaq buradan belə. Buna 1 desək. 1, yoxlayaq da əgər alamasa dəyişərik. Bu oldu 4. Sonra buna indi 2 desək, bu oldu 6. Buna indi daha doğrusu bundan yeni dəyişik yazdım. Buna 6, buna 2 deməliyəm. Buna da deyək 9, buna deyək 3. Görək belə bir şey alınacaq mı? Deyək ki burada 3 dənə bu bozuş bucaq bərabərdir bunlara. Burada buna tapmışdıq bayaqları 2. Bizdə qalıb indi nə? 5, 7, 8. Tutaq ki buna desək 8, 8 nə alınacaq?
8 8 desək, buna deyək 7 7 5 alınmayacaq. Yaxşı. Buna deyək onda 7 7 elə 21. Buna deyək gəlin 5. Bunu deyək 8 8. Və yaxud da 5 5 desək bərabər olmayacaq. Yenə də bərabər olmur. Hər halda. Demək ki, səhv etdik. Buna görə də başdan biz deməli gəlməliyik. Buna deyək 8, buna deyək 2. Gəmdən belə yoxlayaq. Bu 2. Bu 8. İndi buna deyək indi 3. Buna deyək 9. Görək nə alınacaq belə də. Buna deyək 1. Buna deyəsin 3. O alınmaz artıq. 1 3 alınmaz. Daha doğrusu 3 1 deyərdik. 1 3 alınmadı. Tamam. Buradan da yeni dəyişək görək. Buna bayaqlar demişdik. Əslində bayaq düz gəlmişik. Sadəcə arada səhv etmişik. Bir dənə təzədən gələk ora. Bu olsun 4, bu olsun 1. Sonra buna bayaq 2 vaxt demişik. Gəlin buna deyək 3. Buna deyək 9. Buna ne deyək? 6, buna deyək 2. İndi buranı yoxlayaq. Yenə qaldı. 5, 7, 8. Bu oldu 3. Buna biz indi 5, 5 desək, buna 8 desək, bu olacaq 7, 7. Düzdürmü? Düz gəldi belə sənə. İndi bizə deyir ki, bu nə təmsil edir? 1-i. Bu açıq üçbucaq olacaq bizdə 5. Sərçlərin artma sırasından düşün deyir. Bozun içəri bizdə boz 4'dür. Bu qara üçbucaq 6'dır. Qara kvadrat 9'dur. Ağ yumru da 8'dir. Artma sırası dediyinə görə 1, 2, 4, 3. Yəni B variantı. Gələk indi 20-ci suala. Bizə verib burada 17'dir. Bunun sənin 17'ye bərabərdir. Həmən ikisi də burada bax. 17, 17. Bura qoydun 34'ü. Burada 34 qoysan. Çünki eyni şeydir. Sonra 34, burada 34. Burada 34 düşünün. Hamısı 17'ye parçalandı. Deməli buradan biz deyə bilərik məsəl üçün eyni şeydir də bunlarla. Burada 34 34 bölsək, daha doğrusu 34 demək belə 68 68-dir. Çünki 34 əvvəlcə buradan qalxaraq 2 yerə 68 olur, burada 68 olur. Burada 68, burada 68 bölündü 2 yerə 34 34. Burada 34 34. Buradan 2 yerə bölündü 17 17. Burada 17, burada 17, burada 17, burada 17. İndi burada gəlin belə eləyək. Gəlin bax burada ürəyə deyək 8. Çünki baxın hamısında 17'lərin hamısında var o. 8 8 x olacaq 1. Bax məsələn gəlin yoxlayaq. Ürəyə dedik məsələn 8. 8 8. Bu oldu 1 onda. X oldu 1. Bunlar getdi. X 1 sonunda. Biraz çıxı bu 4. Yumru. Qara yumru 4. Bu da getdi. İndi ürəyə 8 demişsə bu olaraq 9 onda. Bu çox bucaqlı. Oldu 9. Bu da getdi.
Sonra gəlirik bura. Buna 9 demişik. Onda bu olacaq 4. Bunu tapmışıq. Ürək 8 idisə bu olacaq onda 3. 3 düşür də ora. 9 qalaq. Bu da getdi. İndi bu 4-dürsə qalır orada 13. O da hələ dəqiq məlum deyil. Buradan indi ürək demişik 8 bu 3 bu da getdi. Nə qaldı bizdə? 5, 6, 7 qaldı elə. 5, 6, 7 qaldısa bir də 2 də var, hə. Məsələn, biz ürəyə 5 desək əgər. Ürək deyim, belə ulduza 5 desək. 15 bu oldu 2. Bu oldu 5. Şimdi 5'e bax bura qoysan, qaldı burada 12. 2'ye bölsən 6. Bu üç bucaq oldu 6. Kvadrat 7, 7, 3. Bəli, buna 3 demişiksə, bəli, bu artıq olacaq 7. Artıq bunu tapmaq mümkündür. Kvadrat oldu 7. Bu da ürək idi. Deyək ki, hansını istə? Hə, buradan. 6 vurulsun 2. Üstə gəlsin kvadrat, yəni 7. Üstə gəlsin 3 vura oldu. Yəni 3 vuraq 5. 15, 12, 27, 7 də burada 34. Hə, çıxaq verib orada. Yəni buradan 12, üstə gəlsin 7, 19 çıxılsın 15, elir 4. B variantı. Deyir 4 tərəzilərdə, 4 dənə tərəzi verib bunlarda, deyir, hamısı da deyir taraz olmalıdır. Hansı şöylələrin yeri dəyişilməlidir deyir. Biz taraz olanlardan elə kürələr götürməliyik ki, onun tarazlığı pozulmasın və taraz olanlardan götürdüyümüz kürələr aparıb taraz olmayanlara qoymalıyıq. Yəni, məsəl üçün biz buradan götürə bilərik nəyi? Buradan götürə bilərik, bir dəqiqə buradan baxaq. Məsələn, 8 bir götürək gəlin buradan. Buradan götürək 4-dən 6-nı. 8, 1, 1, 4, 6. Buradan bunları götürdük. Buradan götürə bilərik 1, 3 və 4-ü. 1, 3 və 4. Bunu aparıb indi biz buralarda bərabərləşdirməliyik. Bunun cəmi neçə eləyir? 9, 28. Bunun cəmi də 14 eləyir. Biz indi buradan biz götürə bilərik nəyi? 4, 3, 7. Əslində, bizə dəqiqə. Burada 15'dir, burada 9'dur. 6'nı qoydum, bura oldu 15 bərabərdir. Bu getdi, tutaq ki. Nə qaldı burada? 4, 3, 4, 1, 1. Bir də 8 qaldı burada, hə. Və yaxud da gəlin belə eləyək də, bir-birləri yığışdıraq. 7'lər götürək də buradan. Niyə özümüzə zulm veririk? 4, 6'ını silək. 1'ləri də silək, 8 də silək. Götürək buradan 7'ni, buradan da 7'ni. İndi 7, 7'ni qoysaq bura. Məsələn, 7, 7'ni qoyduq bura. 14, 28, 28. Bura bərabər oldu mu? Bunlar getdi. Qaldı nə? 4, 3, 1. Biz indi 1'i bura qoysaq, oldu bu 16. 9'dur bu arada. 4 ilə 3'ü bura qoysaq, 7, 16 da buradır. Bəli, 16 bərabərlik yarandı. Bizə deyir ki, indi hansılar götürmüşdük? Deməli, götürmüşdük buradan 7, 7, 1, 3, 4. B variantı. Bu qədər sadə. Yenə düzgün olmayan variantlar deyir, tapın. Buna əsasən. Məsələn, buna dedik 1, 1, 1, 1, bu oldu 2, 2. Yazaq bunları belə. Buna dedik 1 yumruya. Buna dedik 2. Onda bu olacaq 9. Burada qaldı. Buna deyək, ən bazıları deyək də təbii ki 3. Bunlara deyək 4. Buna deyək 5. Yazaq indi. A üç bucaq oldu 3. Qarış bucaq oldu 4. A kvadrat oldu 5. 3 dənə 3, 9, 8, 22. 22 böyük nədən?
Təbii ki, götürə bilərik buradan 8 götürsək 22 mil yuxarı bitirin baxın. 8 7 götürsək alınacaqmı görə? Bəli. Bax, 8 götürsək, burada 7 qoysaq, eləcə 23. Bəli, böyük alınacaq. Deməli, bu olacaq onda boz 8, ağ da 7. Bir dənə qaldı, bu da olacaq ulduz olan. Deyək ki, bizə qara üçbucaq ağ kvadrat, yəni 4 ilə 5, 9 bərabər 3-dən 3 bucağa. Ağa, bəli, 9. Bu düzdür. Bunu çıxacaq. Bir də lazımdır səhv, düzgün olmayanlar. 9, 9, 1, 2. Neçə? 21. Burada da 8, 7, 6. Bu da 21. Bizə bu da lazım deyil. İndi burada 1, 7, 6, 3, 17. Burada 2, 4, 5, 11, 9, 20. Bu səhvdir. Bunu götürəcəyik. Sonra bura 15, 19. Burada 6, 6, 9. 6, 6 da doğrusu 1, 13. Bu da səhvdir. Bunu da götürəcəyik. 3, 4. Burada da 9, 5, 1, 15, 2, 7, 6. Bu da 15. Bundan çıxdı. Cavab oldu 3, 4. Cavab oldu 3, 4. Yazaq buradan cavabın nömrəsini. Keçək indi 23-cü suala. Yenə deyək 9 dənə fərqli fiqur var və buna uyğun tapın deyir. Əgər 5 dənə dairə versə biz buna 2 deyən məktəbi. Çünki 10 eləyir onda. Yenə yazaq bunları belə. Buna deyək indi 1, buna deyək 5. Bu oldu 5. Sonra 1, 5 bu getdi. İndi 5 nədən böyükdür? Təbii ki 2-dən. 2, 4-dən yəni. İndi biz buna deyə bilərik neçə? 4, 4 desək bu olmalıdır 9. 3 desək bu olmalıdır 7 ya 8. Fərqi yoxdur. Yenə də buna məsələn bir rəqəm deyək də 3 desək. Tutaq ki. Bu da oldu 3. Burada indi nə deyək? 3 dediksə, bura olacaq məsələn 7, 8 və ya 9 fərqi yoxdur. Baxırıq indi bura. Üçbucağa nə deyə bilərik? Qara üçbucağa. Məsələn, biz buna 9 desək, 12, 10 cavabı bilinmir. Onda biz buna 3 deyən bəlkə, yəni 4 deyək. Buranı da silim. Buna məsələn 4 dediksə, bu olacaq 9. Çünki böyükdür bu tərəzi. İndi 4 dedik bura. Nə qaldı bizdə? 3, 6, 7, 8. Məsələn, bura deyək biz 8. Görək nə alınacaq? 12. Bura desək indi 3, 3, 6. 12 alınır, bəli alınır. İndi gəlin baxaq. Buna dedik 3 yumruya. Romba dedik 6. Bu da ya... bu da 8 zaten bilirik. Bilmədiyimiz nə buydu, onu tapdıq ki, bu biri 5 3 əldə uz eləyir. Artım əsasından deyək. Deməli, bu 8-dir, bu 9-dur, bu 6-dır, bu da 7-dir. Yəni 3, 4, 1, 2. D variantı. 24, 26-ya baxaq. Burada yenə ən böyüyə 1 desək, 12 dənə buradır. Buna 2 desək, 12 buradır. 24-dir buna. Ancaq və ancaq buna deyə bilərik 9. Çünki 3 dənə 9 24-dən böyük elə bilər. Başqa heç nə eləyənməz. Bunu belə yazsaq. Məsələn, buna dedik boz kvadrat. Buna desək qara yumru. Buna deyək ki, yağ yumru. 9-a. Burada buranın cəmi neçə edir ümumiyyətlə? 27, 24.
51. Bunların cəmi oxşum 50-yə bərabər olmalıdır. Ən çox 50-yə bərabər olmalıdır. Çünki artıq bunların cəmi 51-dir. Tərəzidə sağ tərəf əyilib. Bunlar isə taraz demək. Bunların içində nədir? 25-25 bölsək bunları. Məsələn, götürə bilərik 7, 7, 7. Buna deyə bilərik 4. 25. Buna deyə bilərik məsələn 6, 6, 6, 6. 24 çox böyük getdik. 6 deyənməliyik. Yaxşı, gəlin burada deyək 3. Məsələn 3, 3, 3, 3, 12, 4, 4. Buna deyək 5. Vəssalam, bu da 25. Deməli, bu boz, bu ağ, kvadrat, bu da ağ üçbucaq. Buna dedik. Hə, 4-ü buna demişik zaten. Sıraya. Yaxşı deyək, bu 25-i belə aldıq buradan. 25. Bunu necə ala bilərik 25 başqa cür? Bu hələ silək bunu. Çox güman ki 6, 6, 7 olacaq bu. Bunu tapdıq belə. Məsələn, buna deyək indi 6, 6, 6. Bu da olacaq 7. Hə, bu da 25 eləyir. Bir dənə bilmədiyimiz 8 qaldı təbii ki. O da yəqin ki, ulduzdan falan bir şey verər. Ağ yumru nəyə bərabər? 9-a. Hansı ədəd ifadə edən fiqur tərəzidə yox? 8. Bunların hamısı bu ilin qəbul sualıdır. 2026-nın. Hansı şəkildə, hansı halda şəkildəki tərəzilərin heç birinin vəziyyət dəyişməyəcək? Hansı halda şəkildə tərəzilərin heç birinin vəziyyət dəyişməyəcək? Məsələn, ağ fiqurun yerinə, ağ yumruğun yerinə bir dənə bunu qoysaq, qara üçbucağı. Ağ yumruğun yerinə bir dənə qara üçbucaq. Yəni, bu oldu neçə? 6, 6, 9, 9, 10, 6, 24. 3 fayda azaldı elə bir ki. Bununsa yerinə, qara fiqurunsa yerinə ağ yumru qoysan. Qaranın yerinə ağ yumru. Yəni 2-nin yerinə bir dənə qoysan 3. Elə bir bura 1 fayda artdı, bura 3 fayda azaldı. Elə bir 2 fayda azaldı. 51 idi, oldu 49. Bu da 50-dir, səhvdir. Bu dəyişəcək tərəzinin. Burada deyir ki, qara yumru fiquradan ikisini bir dənə bundan əvəzləsək. Qara fiqur nə qədərdir ki bizdə? 2-dir, 12 dənə ağın əvəzləsək. 2 dənəsi bundan əvəzləsək deyir. Hə, bunların içində bir dənə bunu yazsan, bərabər olacaq zaten. 4 olduğu yerdə qalacaq, dəyişməyəcək. Birini saxlayaq, C-yə baxaq. Ağ yumruğunu üç bucaqla, qara üç bucaqla. Ağ yumruğunu qara üç bucaqla əvəzləsək. Hə, yenə bayaq kimi 3 fayda azalacaq. Bozu isə qara dairə ilə əvəzləsək. Bozu qara dairə ilə əvəzləsək, 1 fayda buradan artacaq, yenə dəyişəcək. Çünki eyni vəziyyətdir, yəni birincinin eyni vəziyyəti, mənfi 2 azalacaq. Bu 3 azalır, bu 1 artır. Ümumiyyətlə 2 azaldı mı? Oldu 49, bu da 50 idi. Dəyişəcək tərəzi yenə. Qara fiqurlardan birini ağ üçbucaqla əvəzləyək. Ağ üçbucaqla əvəzləsən 5. Bunu elə bir çıxardıb bunu qoysan. Hə, elə bir ki, onda düzdür, bu tərəf yenə ağa gələcək bura. Amma onda bunlar bərabər olacaqlar, taraz olacaqlar. Çünki bunu elə bir ki, 2 çıxırsan, yerinə qoysan 5, 3 artda elə bir ki, bu bərabər olacaq. Bu 27, 27 bərabər olur. Və ağ yumrulardan birini qara 4 bucaqla əvəzləsək. Yəni 7 əvəz 2 fayda azalsın. Qara yumruğunu isə boz yumruğuna, qara kvadratı boz kvadratına əvəzləsək. Onda bu hissə daha böyük olacaq yenə. Bura daha böyük olacaq, ona görə bu da səhvdir. Cavab olacaq, bu da B variantı. Keçək 29-cu suala. Bizə belə bir sual verib, deyə tərəzinin tərkisi nəzərə alınmır. Baxaq. İndi buradan eyni şey verib 5 dənə. Buna da verib 10. Və eyni zamanda buradan belə bir nəticə gələ bilərikmi ki? Bunun bir dənəsi, yəni 5 dənə 5 dənə yox. Elə bir ki, bu hissə bərabərdir buna. Gəlin bir dənə bunu yazaq.
bərabər nəyə? Bir dənə romb, bir də bir romb, bir də üstəgələyə. Buna bərabərdir. Eyni zamanda bu da bərabərdir. 3 dənəsinə, məsələn bu 3-ünü silsək, onda belə çıxır ki, bir üstəgələ bərabər nəyə? Çünki eynidir də, tərəzinin eyni, bu hissləri eyni, hamısı eynidir bunların. Bir üstəgələ bərabərdir 2 dənə. Buna. Və buradan bu nəticəyə gəlirik ki, eyni zamanda 3 dənə dairə də, 3 dənə 5 bucaqlı da bərabərdir bir dənə buna. Niyə? Çünki bunlar gedəndə ixtisar 3 dənəsi buna bərabər olur. Bərabərdir bir dənə nəyə? Romba. Bunu da yazdıq belə. Və indi bizə nə verir? Deyir, nəyə bərabərdir? Bunların cəmi bərabərdir 4 bucaq üstəgələyə. Buradan da aydın olur ki, yumru bərabər, kvadrat bərabərdir 5-6 dənə buna. Onda biz belə deyək də, gəlin buna deyək 1. Görək nə alınacaq elə. Gəlin buna deyək 1. Buna dedik 1. Yaxşı, buna 1 dediksə 1, 1, 1. Bu 5'dir elə. Bu olmalıdır onda neçə? 2. Buna 2 dediksə onda bu olmalıdır 3. Düz gəlmir belə? Bəli, gəlir. Onda bu da oldu 5'in özü. 5'in özü oradsa beləməli 5, 5 bu 10, bu da 10. 10, 10. Gəldik bura. 2'yə də bölünsün 5, 5. Bu 1'dir, sonunda bu 4'dür. Yazaq ev anlamsını 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1 oldu nə 5 bucaqlı? 2 üstəgələk, 3 romb, 4 3 bucaq, 5 ulduz fason, 6 mimriyələ. Burada da yenə 1, 1, 3. Bu da belə getdi mi? Gəldik buraya indi. 10, 10, bu 20, 20. Bu da 20, 20 bölünsə 10, 10 olmalıdır. 10. Bu 2'dir, sonunda bu oldu 8. Bu kvadrat oldu 8. Bu da əgər 3 idsə, bu oldu 7. Burada 1 demişik, sonunda bu olacaq 9. 5 uşağı düz olacaq 9. Belə çəkək də. Bu oldu 9. Bir dənə 6 qaldı. Ona qoşaq nə yazmamışıq indiyənə qədər? Hamısını yazdık dərsən. Bəli. Deməli bu da oldu. Hə bir də yumru qalmışdı. Yumru olacaq yəqin ki 6. 6 2 düzüm dedik. 6 2 1 1 9 6. Gəlin baxaq. 7 üstəgəlsin 6 13 çıxılsın 8 5 üstəgələk 9 14. 14 bəli. Sonra və son sualımıza da baxaq. Bu da qəbul sualıdır. Bu ilin qəbul sualıdır. Deməli 5 dənə yumru bərabər 4 dənə buna. Yenə çəkək burada belə bir. Buradan buna deyək 4. Buna deyək 5 boza. Buna deyək 4 ilə 5. İndi burada 4 dənəsi 3 dənəsinə bərabərdir. Yəni biz buna 6 deyə bilərik, buna 8 deyə bilərik artıq. Sonra buna deyəcək onda 1, buna deyəcək 3. Nə qaldı bizdə? 1, indi qaldı bizdə 2, 2. Və yaxud da gəlin belə 3-dən 9 deyək də buna. Əgər alınmasa 3-dən 9 deyək.
Buna gəlin deyək 3, buna deyək 9. İndi deyək buna 3 dediksə, 7 olması üçün buna lazım necə? 2, 2. Elədir mi 7? Deməli, buna qaldı ulduz olacaq 1, 2 olacaq qara kvadrat, 3 buzaq olacaq qara. Qara 3 buzaq olacaq 7. Bizə verib indi 1, 7, 8 və 5. Eyni zamanda 9. Nə istəyir bizə? Artma sırasını istəyir. Yaxşı, artma sırasını istəyirsə, deməli 1, sonra gələcək bu da 4, sonra 2, 3, 5. Oldu belə. 1, 4, 2, 3, 5. Bizim düzgün cavabımız olacaq. Deməli, belə izləyicilər və tələbələrimiz buradan tərəziyə aid bütün suallara baxdıq. Həm qəbula düşmüş suallara, həm də çətin suallara, hər növ izahına nəzər saldıq. Yəni, bu videoya baxaraq siz imtahanda tərəzi suallarını artıq göz yumulu həll edə bilərsiniz. Yəni. Belə, növbət dərs görüşərik. Özünüzə yaxşı baxın. Əgər video xoşunuza gəldisə, bəyənməyi unutmayın. Kanala da abunə olsanız sevinərəm. Sağ olun, salamat qalın.